Salam, mən Əsmər Nadirova. Bu günləri sizlərə Monqolların Azərbaycana yürüşləri mövzusunun izahını verəcəm. Biz bildik ki, 1206-cı ildə Mərkəzi Asiyanın şərqində Çingiz xan öz dövlətini, yəni Böyük Monqol dövlətini yaratdı. Və Monqol dövləti yarananda həmin vaxtda Azərbaycanda siyasi pərakəndəlik hökm sürürdü. Feodal pərakəndəliyi var idi. Bundan da istifadə edən Monqol dövləti Azərbaycana eyni zamanda əsasında Cənubi Qafqaz torpaqlarına yürüş edəcəkdi və Azərbaycanda həmin vaxtda dediyimiz kimi feodal pərakəndəlik hökm sürürdü. Monqollara ciddi müqavimət göstərə biləcək hər hansı bir dövlət yox idi. Həmin vaxtda bir Eldənizlər dövləti var idi Azərbaycanda. Bir Şirvanşahlar dövləti var idi. Bir də Ağsunqurilər sülaləsi var idi. Heç birisi də güclü bir dövlət deyildi. Eldənizlər öz əvvəlki qüdrətini itirmişdi. Sonuncu Eldəniz hökmdarı olan Atabəylərdən Özbəy idi. O və onun hakimiyyəti dövründə bütün qərarlar heç onun iştirakı olmadan həll olunurdu. Marğada da Ağsunqurilər sülaləsi vardı, hansı ki 1108-ci ildə yaranıb, 1227-ci ildə qədər mövcud olubdur və Əhər Məlikliyi də mövcud idi. Monqolların Azərbaycana birinci yürüşünə Cəbə və Subutay başçılıq eləyəcək və bu yürüş kəşfiyyat xarakterli yürüş idi. Nəticəsi də olacaq ki, iqtisadi, mədəni, ictimai həyata ağır zərbələr vuracaq, feodal pərakəndəliyi onsuz da var idi, indi daha da güclənəcəkdi. İkinci yürüşümüz olacaq 1231-də, 1239-cu ildə. Bu yürüşə də Cormaqon Noyon başçılıq edirdi. Noyon uşaqlar burada qoşun başçısı deməkdir. Və bunların məqsədi ikinci yürüşdə möhkəmlənmək idi. Və Azərbaycan tamamilə işğal olunacaq, ali Monqol xaqanlığının tərkibinə qatılmış olacaq. Üçüncü yürüş 1256-dan 1258-ci ilə qədər olubdur və bu yürüşə Hülaki xan özü başçılıq etmişdi. Burada da məqsəd müstəqil hakimləri itaətə gətirmək, yeni ərazilər işğal etmək idi. Nəticədə də Azərbaycan tamamilə 5-ci Monqol ulusu olan Elxani dövlətinin tərkibinə qatılacaqdır. Və gəldik Monqolların birinci yürüşü dövründə baş vermiş hadisələrə. 1220-ci ildə dedik ki, Monqol Zəncan, Ərdəbil, Sərab tutub Təbrizə hücum edəcək. Bu zaman biz dedik ki, Eldənizlər dövləti mövcud idi də. Həmin vaxtda Təbriz Eldənizlər dövlətinin paytaxtı idi. Eldəniz hökmdarı Özbəy Monqollara xərac verir, şəhəri xilas edir. Birinci dəfə xərac verən uşaqlar Özbəy olubdur. Təbriz şəhəri möhkəm qala divarlarıyla əhatə olunduğu üçün Monqollar Özbəyin şərtlərlə razılaşır, xərac alıb geri çəkiləcəkdir. Daha sonra Təbrizdən sonra bu dəfə Muğana, buradan da Gürcüstana hücum edəcəklər. Monqolların Muğandan Gürcüstana hücum etməsinin səbəbi o idi ki, həmin vaxtda Gürcü çarı 4-cü Georgi ilə Atabəy hökmdarı Özbəy Monqollara qarşı hərbi ittifaq yaratmışdı. Bu ittifaq haqqında məlumat gedib deməli, Monqollara çatanda Monqollar da 1-ci 4-cü Georgini, daha sonra isə Atabəy Özbəyi ayrı-ayrılıqda məğlub edəcəkdi ki, sən niyə mənə qarşı belə bir ittifaq bağlamısan? Daha sonra gəldi, 1221-ci ildə Gürcüstandan qayıdandan sonra yenidən hücum edəcək. Hara? Deməli, hücum edəcəkdir yenidən Təbrizə. Bu dəfə Təbriz Şəmsəddin Tuğrayinin başçılığı ilə deməli, xərac verəcəklər. Nəticədə Təbriz ikinci dəfə qətldən, qarətdən canını qurtaracaqdır. Təbrizdən sonra yenə Marağaya hücum edəcəklər. Marağaya hücum etdikdə Marağa şəhəri tutur, dağıdılır, qarət olunur 1221-in yazında. 1221-in bayaqdan dediklərimiz hadisələr 1220-ci ildə baş verirdi. Bu 1221-in yazında olacaq Marağanın qarət edilməsi. Marağadan sonra 3-cü dəfə Təbrizə hücum ediləcəkdir. Bu dəfə Atabəy Özbəy Təbrizin müdafiəsini buraxaraq Naxçıvan asta qaçan deyir, naməhddir deyib Naxçıvana qaçacaqdır. Əhali yenə bu qoçaq Şəmsəddin Tuğrayının başçılığı ilə şəhərin müdafiəsinə qalxacaqlar. Şəhər görürlər ki, ciddi mübarizəyə hazırdır. Cəbə Subutay bu dəfə də döyüşə girməkdən qorxur, xərac almaqla canını qurtaracaq. Deməli, 3 dəfə xərac verib canını qurtaran şəhər hansı oldu uşaqlar? Təbriz. Bunu testlərdə dəfələrlə görəcəksiniz. Beyninizin bir küncündən yazın. Daha sonra Monqollar bu dəfə Ərdəbilə hücum edəcəkdir. Şəhər əhalisi əslində Monqolların 2 dənə həmləsini dəf edir. Amma heç bir yerdən kömək almadığına görə şəhər müdafiəçiləri məğlub olacaqdır. Və ərəb müəllifi Yaqut Əl-Həməvi deyir ki, Monqollar
ciddi müqavimətə burada rast gəldiyinə görə kişi əhalisini qılıncdan keçirəcəkdir. Monqollar daha sonra üz tutacaqlar hara? Sərabla Naxçıvana. 1221-ci ilin payızında Monqollar çətinliklə Beyləqanı tutacaqlar. Beyləqandan sonra üz tuturlar Gəncəyə. Ancaq Gəncənin qala divarları, şəhər darvazaları möhkəm olduğuna görə Monqollar buradan da xərac alır, təzminat alır və Şirvana üz tutacaqlar. Ümumiyyətlə, birinci yürüşdə nə Gəncə, nə Təbriz uşaqları dağıdılmayıb. Bir dəfə Gəncədən xərac alırlar, dağıtmırlar. 3 dəfə də Təbrizdən xərac alıb dağıtmayacaqlar. Şamaxılılar da yenə Monqollara ciddi müqavimət göstərəcəklər və görürlər ki, Monqollar əslində bunlardan daha çoxdur. Deyirlər, onsuz da biz öləcəyik, bizə ölməkdən başqa bir yolumuz yoxdur. Yaxşısı budur, qılınca sarılaq. Qılınca sarmaq lazımdır. Ölmək hər şeydən yaxşıdır. Onsuz da qılıncdan xilas ola bilməyəcək. Elə yaxşısı budur ki, möhkəm dayanıb heç olmasa şərəflə ölək. Yəni kişi kimi ölək, ölürük. Və bu vaxtda da Monqollar Şirvanı dağıdacaqlar. Daha sonra Azərbaycanı tərk etmək istədikdə hiyləyə əl atacaqlar. Dərbənd hakiminə sizinlə razılaşma əldə etmək istəyirik deyib onlardan elçilər tələb edəcəklər. Dərbənd hakimi də bunların bir hiyləsini başa düşmür. 10 nəfərdən ibarət bir elçi heyəti göndərir. Monqollar da bu elçilərin birini öldürür, digərlərini isə məcbur edəcəkdir bunları qısa yolla digər tərəfə göndərsin. Yəni keçirməyə kömək eləsin. Nəticədə Azərbaycanı tərk eləyəcəklər. Və 1222-də Monqollar Azərbaycanı tərk etmiş olacaqlar. Monqollar özləri bütpərəst idilər. Onlar Azərbaycanın ilk yürüşü nəticəsində gələcək işğalları üçün zəmin yaratmış oldular və Azərbaycanın müdafiə gücünü zəiflətdilər. Azərbaycanda inkişaf etmiş sivilizasiya, iqtisadiyyat, şəhər həyatı, mədəniyyətə böyük zərər dəydi və Xarəzmşah Cəlaləddinin yürüşü. Testlərdə tez-tez qarşınıza çıxacaq ki, Monqolların birinci yürüşü ilə ikinci yürüşü arasındakı dövrdə Azərbaycana hücum etmiş yadelli qüvvə. Deməli, Monqolların birinci yürüşü ilə ikinci yürüşü arasındakı dövrdə Azərbaycana hücum etmiş yadelli qüvvə biz Xarəzmşah Cəlaləddini götürəcəyik. Nə vaxt hücum edib? 1225-dən 1231-ci ilə qədər. Biz dedik ki, Monqolların birinci yürüşü vaxtı Marağanı tutub dağıtmışlar da 1221-in yazında. Xarəzmşah Cəlaləddin də Azərbaycana hücum edəndə ilk olaraq Marağadan başlayacaq. Buranı tutduqdan sonra əhalini öz tərəfinə çəkmək məqsədi ilə bərpa işləri aparır. Daha sonra Təbriz şəhərinə hücum edəcək. Bu vaxtı yenə Atabəy Özbək Gəncəyə, oradan da Naxçıvana, Əlincə qalasına qaçacaq. Təbriz hakiminin başçılığı ilə yenə 7 gün mübarizə aparılacaq, lakin şəhər əyanları ilə sazişə girib Cəlaləddin şəhəri tutacaqdı. Yəni 1225-ci ildə Təbriz şəhəri tutuldu. Daha sonra Gəncə, Beyləqan, Bərdə, Şəmkir də işğal olunacaq və 1225-ci ildə Cəlaləddin Atabəylər dövlətini süqut edəcək. Gəlin uşaqlar xatırlayaq görək Atabəylər dövləti nə vaxt yaranmışdı? Bəli, 1136-cı ildə ilk paytaxt Həmədar olan Atabəylər dövləti yaranmışdı. Daha doğrusu ilk paytaxtı Naxçıvan olan Atabəylər dövləti yaranır. Daha sonra Həmədara Məhəmməd Cahan Pəhləvan köçürübdür. 1227-ci ildə Ağsunqurlar sülaləsini süqut edəcək, hansı ki 1108-ci ildə yaranmışdır. Və Şirvanda da 3-cü Fəribrüzün hakimiyyət dövrü idi. 3-cü Fəribrüz də 1227-ci ildə 100.000 dinar xərac verməklə Cəlaləddindən asılı vəziyyətə düşəcəkdir. Cəlaləddin Azərbaycan işğalını davam etdirdikdən sonra Azərbaycan idarəsini kimi tapşırır Şərəf əl-Mülkə. Bəs bu Şərəf əl-Mülk nə edəcək? Əhalidən daha çox vergi almağa başlayacaq ki, bu da onun üsyanlara səbəb olacaq. Bu üsyanlardan ən güclüsü Gəncədə sənətkar Bəndərin başçılığı ilə baş verən üsyan idi. 1231-ci ildə baş verən Bəndərin başçılığı ilə üsyan yenə yatırılacaqdı. Şəhərdəki Xarəzm qarnizonu məhv etdilər. Onlar dövlət məmurlarına, qulluqçuların bir neçəsini öldürürlər. Şəhər hakiminin sarayını dağıdacaqlar. Və digər üsyanlarda Xoyda, Mərənddə, Naxçıvanda baş vermişdi. Azərbaycandakı üsyanlar Cəlaləddin tərəfindən çətinliklə yatırılacaqdı. Və eşidəndə ki, 1231-ci ildə Monqolların Azərbaycana ikinci yürüşü baş verəcəkdi və Azərbaycanı tərk etmək məcburiyyətində qalacaqdı Xarəzmşah Cəlaləddin. Bununla da Azərbaycanda Monqolların ikinci yürüşü başlayacaq. 1231-dən 1239-cu ilə kimi olan dövr yürüşü idi.
Və bu yürüşdə məqsəd, deməli, bu ərazilərdə möhkəmlənmək xarakteri daşıyırdı əslində. Yürüşə də Cormağon Noyan başçılıq edirdi. 1231-ci Marağa Təbriz tutulacaqdı və Şəmsəddin Toğrayda vəfat etdiyi üçün şəhəri müdafiəsi təşkil etmək mümkün olmur. O deyirik, Şəmsəddin Toğrayının ölmüş günləri. Ona görə də şəhəri müdafiə edə bilməyəcəklər. Təbriz tutulandan sonra Monqollar bir neçə sənətkarları da əsir olaraq Qaraqoruma aparacaqlar. 1235-ci ildə Gəncə tutulacaq və 4 il xaraba vəziyyətində qalacaq. Uşaqlar, bir dənə xatırlama eləyək. Biz dedik ki, Monqolların birinci yürüşündə hansı şəhərlərimiz tutulmamışdı? Təbrizlə Gəncə. Ancaq ikinci yürüşdə həm Təbriz tutulacaq, həm də Gəncə şəhəri tutulacaq, hətta Gəncə 4 il xaraba vəziyyətində qalacaq. Və 1239-cu ildə Dərbəndi tutmaqla Azərbaycan işğalı başa çatdırılmış olacaq. Və Azərbaycanda 1239-dan 1256-cı ilə qədər Ali Monqol Xaqanlığı dövrü adlanır. Yəni, Ali Monqol Xaqanlığı canişinlər tərəfindən idarə edilirdi bu dövrdə. Yerli feodallar da hər yeni Monqol canişin seçiləndə xərac hədiyyələr verməli idi. Hər dəfə Ali Monqol Xaqanlığından yeni hökmdar seçiləndə öz malikanələrini idarə etmək üçün yarlıq almalı idilər. Ali Monqol Xaqanlığı dövründə Azərbaycan və ətrafındakı ərazilərə kim canişin təyin olunurdu? Arqun ağa canişin təyin olunurdu. Və əsas mahiyyət buydu ki, yerli feodalların, vasalların, köçəri Monqol əyanlardan asılılığı gücləndirmək. Yəni, Monqolların siyasəti bundan ibarət idi. Monqolların Azərbaycana 3-cü yürüşü başlayır 1256-dan, hansı ki, biz testlərdə düşə bilər ki, yeni bir dövlət yaranan yürüş hansıdır? Bu 3-cü yürüşü götürəcəyik ki, 1258-ci ildə Bağdadı tutur, Abbasilər xilafəti süqut edir. Bununla da Hülakilər dövləti yaranacaq, Elxanilər dövləti yaranmış olacaq. 5-ci Monqol ulusluğu idi bu da. Uşaqlar, dərs izləyimiz bu qədər. Dərsi bitirməmişdən öncə kiçicik bir sual-cavab əsasında öyrəndiklərimizi daha da möhkəmləndirək. Dedik, Monqolların Azərbaycana birinci yürüşü neçənci illərdə oldu? 1220-1222-ci ildə. Kimin başçılığı ilə gəlmişdilər? Cəbə və Subutayın. Xaraktercə necə yürüş idi? Kəşfiyyat xarakterli yürüş. Həmin vaxt Azərbaycanda hansı dövlətlər vardı? Bəli, Şirvanşahlar, Eldənizlər və Axsunqurlar sülaləsi var idi. Monqolların birinci yürüşü hansı şəhərimiz idi ki, üst dəfə xərac verib canını qurtarmışdır? Bəli, bu olacaq Təbriz şəhəri. Bəs hansı şəhər idi ki, bir dəfə xərac verib canını qurtarmışdı? Bəli, bunu Təbriz, bu da Gəncə şəhəri olubdur. Bəs hansı ərazi idi ki, deyirdi ki, onsuz da bizə ölməkdən belə deyək də əlac yoxdur, yaxşısı budur qılıncı sarılaq, ölürüksə də şərəflə ölək. Bəli, bunu da deyən Şirvan ərazisinin əhalisi idi. Bəs hansı ərazinin əhalisi idi? Monqolların 2 dənə yürüşünü dəf etmişdi, ancaq heç bir yerdən kömək ala bilmədiyi üçün məğlub olacaqlar. Bəli, bu da Ərdəbil şəhəri idi. Bəs hansı şəhərin əhalisidir ki, orada kişi əhalisi qılıçdan keçirilmişdir? Yaqut Əl-Həməvinin dediklərinə görə. Bəli, bu da Ərdəbil şəhəri idi. Daha sonra gəldik. Deyirik, Monqolların necə oldu ki, birinci yürüşü vaxtı Azərbaycanı tərk etdi. Bəli, bu vaxtı da hilədən istifadə edirlər. Dərbənd hakimindən güya danışıq aparmaq istəyirlər deyəcəklər və Dərbənd hakimi də onlara 10 dənə elçi heyəti yollayır. Birini öldürür, digərlərini isə gizli yolla Azərbaycanı tərk etməyi göstərişi verəcəklər. Bəs onda Monqolların birinci yürüşü və ikinci yürüşü dövründə Azərbaycana hücum etmiş yad elli qüvvə hansını götürəcəyik? Bəli, Xarəzmşah Cəlaləddin idi. Xarəzmşah Cəlaləddin ilk olaraq hücumu hardan başlayacaq? Marağa şəhərindən başlayacaq. Bəs Xarəzmşah Cəlaləddin Azərbaycanda yeni dövlətləri süquta uğradacaqmı? Bəli. Hansı dövlət idi? Atabəylər 1227, Axsunqurlar sülaləsi 1227. Bəs həmin vaxtda Şirvanşahlar dövlətinin aqibəti necə olacaq? Bəli, biz bunu 1227-ci ildə Şirvanşahların xərac verməklə canını qurtardığını qeyd etmişdik. Daha sonra Xarəzmşah Cəlaləddin Azərbaycan idarəsini kimə tapşıracaq? Deməli, Şərəf əl-Mülkə. Ona qarşı da ən güclü üsyan harda baş verəcək? Gəncədə Bəndərin başçılığı ilə nə vaxt? 1231-də. Bəs Monqolların ikinci yürüşü nə vaxt oldu? 1231-1239-cu ildə. Təbrizi nə vaxt tutdu? 1231-də. Gəncəni nə vaxt tutdu? 1235-də. Monqollar Azərbaycan işğalını nə vaxt başa çatdırdılar? 1239-da Gəncəni tutmaqla. Azərbaycan Ali Monqol Xaqanlığı dövrü nə vaxt idi? 1239-1256-da. Bəs ikinci yürüş kimin başçılığı ilə həyata keçirilmişdir?
Bəli, Cormoğon Noyonun başçılığı ilə. Uşaqlar, dərs izahımız bu qədər. Ümid edirəm ki, sizlər üçün faydalı oldu.